Aşağı kalorili pəhlizlər zamanı uzun müddət sonra bədən çəki verməkdən demək olar ki, imtina eləyir. Bu bədənimizin özünü qoruması üçün metabolik blokada yaratmağının göstəricisidir. Yəni bədən aşağı kalorili diyetdən özünü sığortalamaq istəyir. Uzun müddətli aclıq zamanı qanımızda kortizol miqdarı artır. Bu isə öz növbəsində insulin müqaviməti yaradır. İnsulin müqaviməti yarandığı üçün qidadan qəbul etdiyimiz enerji istifadə edilmək yerinə əksinə yağ halında toplanılması üçün yağ hüceyrələrinə göndərilir. Keyfiyyətli çəki itirmək istəyirsinizsə, sürətli bir metabolizmə sahib olmalısınız. Maddələr mübadiləsinin sürətini təmin etmək və bununla belə bədəni lazımi mikroelementlərlə təmin etmək üçün bizə mütləq şəkildə keyfiyyətli qida lazımdır. Odur ki, aylarla ac qalmamışdan qabaq 2 dəfə fikirləşin. Hormonal balansınızı qorumaqla sağlam şəkildə çəkilərinizdən qurtulmaq istəyirsinizsə, mənə müraciət edə bilərsiniz.